Polis mayoru Hacıyev Mehdi Firdovsioğlu uzun illərdir ki, hüquq mühafizə orqanlarında şərəf və vicdanla xidmət edən peşəkar əməkdaşlardan biridir. O, Gəncə şəhərində xidmət göstərdiyi müddət ərzində qanunun aliliyini, vətəndaşların təhlükəsizliyini və cəmiyyətin rifahını hər zaman əsas prioritet kimi qəbul edib. Mehdi müəllim öz peşəkar fəaliyyəti ilə həm kollektiv arasında, həm də vətəndaşlar arasında hörmət və etimad qazanmışdır. Onun xidmətləri prinsiplərində dürüstlük, intizam və məsuliyyət hər zaman ön planda olmuşdur. İctimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, gənclərin vətəndaşlıq ruhunda tərbiyəsi istiqamətində göstərdiyi fəaliyyət nümunəvi xarakter daşıyır. Polis mayoru Hacıyev Mehdi Firdovsioğlu öz vətənpərvərliyi, dövlətə və xalqa bağlılığı ilə seçilir. İşində tələbkar, vətəndaşlarla münasibətdə isə humanist mövqeyi ilə diqqət çəkir. Bu xüsusiyyətləri sayəsində o rəhbərlik etdiyi sahədə yüksək intizam və əməkdaşlıq mühitini qorumağı bacarır. Onun xidmət yolu gənc nəslin polis əməkdaşları üçün bir məktəbdir. Mehdi müəllim həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə hər bir kəsə örnəkdir. Dövlətə və qanuna sədaqətlə xidmət edən belə zabitlərin mövcudluğu ölkəmizin hüquq mühafizə sisteminin güclənməsinə və cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verir.